Mən buradan demək istəyirəm, hamı eşitsin. Yəni heç bir sehirli dərman, heç bir güclü dərman, cinsi zəifliyi bir dənə tabletka ya bir dənə dərman müalicə eləmir. Cinsi zəiflik bu belə deyək, tək xəstəlik deyil, bu bir çox xəstəliklərin əlamətidir. Bir əlamətdir. Bir çox xəstəliklər var ki, bunlar cinsi zəifliyi bunların əlamətidir. Ona görə heç kim özünü aldatmasın. Hansısa bir sehirli dərmanla, hansısa reklam olunan, çox reklam edirlər, yəni bu yaxşı olar. Belə şeylərə inanmayın. Yəni hansısa bir dərmanla cinsi zəifliyi tam müalicə eləmək mümkün deyil. Düzdür, müəyyən indi Viagra tipli dərmanlar verilir, amma onlar cinsi zəifliyi müalicə eləmir. Onlar sadəcə olaraq vəziyyətdən çıxmaq üçün simptomatik bir vasitədir. Analgin kimi də. Məsələn, analgin içirsən, başının ağrısı keçir, məsəl üçün. Amma o səni müalicə eləmir, sadəcə ağrını götürür, səni keyləşdirir. Burada da belə bir şeydir. Yəni sadəcə damar açılır, müvəqqəti vəziyyətdən çıxırsan. Ondan sonra yəni hər şey qayıdır öz vəziyyətinə. Yəni bu müalicə deyil. Müalicə mütləq bu iş kompleks şəkildə aparılmalı. Birinci, cinsi zəiflikdə səbəblər tapılmalıdır. Yəni çoxlu səbəblər var. En qədər səbəblər var. Səbəbləri tapmaq lazımdır. Nədən qaynaqlanır? Bu çox da yayılıb, bu dəqiqə get-gedə də artır cinsi zəiflik. Yavaş-yavaş cinsi zəifliyin yaşı kiçilir. Əvvəllər 40 yaşdan yuxarı insanlar müraciət edirdi cinsi zəifliyə. İndi görsən 25 yaş, 30 yaş cavan adamlar cinsi zəiflikdən şikayət edirlər. Və burada birinci nədir? Birinci bunun səbəbini tapmaq lazımdır. Hə, məndə zəiflik var, tez mənə gücləndirici yaz, güclü dərmanlar var, yaz yenə, yaxşı reklam olunsun. Bunlar belə şeylərə getməyin. Bunlar hamısı baş allatmaq üçündür. Yəni səbəbi tapmaq birinci növbədə. Səbəblər nədir? Cinsi infeksiya, prostatit, xroniki prostatit, yəni xroniki prostatit infeksiyadan da olur, soyuq dəymədən də, babasildən də, sonra şəkərə meyillik, düzgün olmayan cinsi həyat. Yəni səbəblər çoxdur. Qaraciyər problemləri, xayalarda damar problemləri var, KÇR. Yəni bunun səbəbini tapıb, səbəbi aradan qaldırmaq lazımdır. Birinci. Ondan sonra o cinsi funksiyanı artıran, da Viagra tipli yox, amma belə deyək, təbii imkan daxilində